Salam, hər vaxtınız xeyirli olsun. Bugün 9 sinif test toplusunun çox üzvlər və onların səthi və həcmi mövzusunu inşallah testlərini işləyəcəyik. Yəni 9 sinif toplusunun ən sonuncu testlərini. İnşallah gəlin birinci sualdan baxaq. Birinci sualda nə deyir? Birinci sualda deyir ki, kubun neçə tili var inşallah? Kub. İnşallah gəlin bir dənə kub çəkək. Kub elə bir figurdur ki, hava figurudur kub. Yəni fəza figurudur. Və kubun tilləri deyəndə inşallah baxın. Deməli, kubun bütün tilləri şolar A-dır. A. Yəni nə qədər til görürsə şolar, kubun bütün tilləri A-dır. A. Bütün tilləri A-dır. Şolar, kubun neçə dənə, birinci sualda deyir ki, kubun neçə tili var. Til deyəndə baxın şolar bu hissədir, baxın. Yuxarıda 1 til, 2 til, 3 til, 4 til. Yəni yuxarıda 4 dənə tili var. Aşağıda da 4 dənə tili var. 1, 2, 3, 4 və 4 dənə də hündürlük tili var şolar. Və ümumilikdə 12 dənə til verir. 12 dənə til. Cavab olacaq burada 12 dənə til, yəni Y variantı. Sonra kubun neçə üzü var? Baxanda görsənir. 2 aşağıda, yuxarıda, 2 dənə sağda, solda, 2 dənə də üzbəyik. Yəni 4 dənə yan üzü var. 4 dənə yan üzü və 2 dənə də oturacaq üzü var. Yəni yuxarı ilə aşağı buna deyirlər oturacaq üzü. Və ümumilikdə 6 dənə üzü verir olur. Sonra keçək nəyə? Keçək 3-cü suala. Keçək olar 3-cü suala. 3-də nə deyir? 3-də deyir ki, ölçüləri 12, 3, 5 olan düzbucaqlı paralellepipedin həcmi. Gəlin bir dənə düzbucaqlı paralellepiped çəkək. Şolar düzbucaqlı paralellepipedin həcmi deyəndə düzbucaqlı paralellepipedin 3 dənə fərqli tili var. A, B, hündürlük tildə olsun C. Və düzbucaqlı paralellepipedin həcm düsturu A vur, B vur, C-dir. Və burada ölçüləri 12, 3, 5 nə deməkdir? Yəni 3 dənə fərqli tili, yəni A-sı 3 olsun, B'si olsun 12, C'si də olsun 5. Yəni 3 dənə fərqli tili 12, 3, 5-də həmin paralellepipedin həcmi nəyə bərabərdir? 3-ünü bir-birinə vursaq, 3 vuraq, 12 vuraq, 5. Bu da bizə nə verəcək? 180-i. Cavab olacaq 180 Y variantı. Bu oldu bizim 3-cü sualımız. 4-cü sual bunun oxşarıdır. Bəli, oxşardır. Baxdıq uşaqlar 5-ci suala. 5-də nə deyir? 5-də deyir ki, tili 3 olan, yəni A-sı 3 olan kubun tam səthinin sahəsi. Uşaqlar, bayaq ki, kubu bir dənə çəksək, gəlin kubun bütün düsturlarını sizdən bir yerdə yazaq. Kubun bütün düsturları. Əgər kub nə deməkdir? Kub bütün tilləri A olan, yəni 6 dənə kvadratın birləşməsindən, yəni 6 kvadrat 6 dənə üz deməkdir. 6 dənə kvadratın, yəni 6 üzün birləşməsindən əmələ gələn bir hava figurudur. Kubun bütün tilləri A-dır. Kubun uşaqlar, bax, düsturunu buradan yazıram. Tam səthinin sahəsi, bir üzünün sahəsi, yəni bir kvadratın sahəsidir. Baxın uşaqlar, bir kvadratın sahəsi A kvadratdır. Kubun da 6 dənə üzü olduğuna görə tam səthinin sahəsi 6A'nın kvadratdır. Kubun yan səthinin sahəsi 4 dənə yan üz olduğuna görə, yəni 4 dənə divar olduğuna görə yan səthin sahəsi 4A kvadratıdır. Kubun həcmi A'nın kubudur. Sonra kubun uşaqlar bir üzünün diaqonalı. Kubun bir üzünün diaqonalı, yəni belə fikirləşin, kubun bir üzü olsun bura. Bu diaqonal deyəndə düzbucaqlı üçbucaqda katetlər AA olanda hipotenuz olur A kökdə 2. Yəni bir üzünün diaqonalı olur A kökdə 2. A kökdə 2. Sonra kubun bəs uşaqlar öz diaqonalı nədir? Uşaqlar öz diaqonalı baxın buradan bura qədər olan məsafədir. Bura A kökdə 2-dir, bura A'dır. Onda kubun havada olan öz diaqonalı A kökdə 2-nin kvadratı bizə verəcək 2A kvadratı. Və bir də buradakı A kvadratını Pifagora görə hesablasaq, baxın düzbucaqlı üçbucaqda A kökdə 2, bir kateti A'dır. Onda kubun havadakı diaqonalı nə olur? D kvadrat bərabərdir. A kökdə 2-nin kvadratı 2A kvadratını verəcək. Üzərinəcə bu A'nın kvadratı bizə verəcək 3 dənə A'nın kvadratı. D'nin kvadratı 3A'nın kvadratsa, kvadratı birdən buradan silsək 3A kvadratı kökün içinə girir və buradan A çıxacaq, kökdə 3'də olduğu kimi qalacaq. Onda şolar kubun öz diaqonalı da A kökdə 3'dür. Bunu da qeyd elədik. Başqa nə düsturu var? Bir üzünün diaqonalını yazdıq. Havadakı öz diaqonalını qeyd elədik. Bir üzünün sahəsi. Bir də şolar kubun bir üzünün sahəsi var. Bir üzünün sahəsi. Bir üzə kvadratı verdiyinə görə bir üzünün sahəsi ilə kvadratın sahəsidir. Yəni A kvadratı. Bu oldu bizim ümumi düsturlarımız. Bax bizə nəyi soruşur? 5-də deyir kubun tam səthinin sahəsini tapın. Tam səthinin sahəsi 6A kvadratdır. Bunu sildik.
Bu düsturları özünüzdə qeyd edin. Deməli 5-də nə deyildi? Tili, yəni A burada tilli. Tili deyir 3 olan kubun tam səthinin sahəsi, yəni tapın. Tam səthin sahəsi 6A kvadratıdır. 6 vuraq, A-nın yerinə 3 yazsaq, olacaq 3-ün kvadratı 6 vuraq 9-a, bizə verəcək 54. Yəni tam səthinin sahəsi oldu 54. 6 bunun oxşarıdır. Gəlin 7-ci suala baxaq. Deyir kubun tam səthinin sahəsi budur. Kubun bir üzünün sahəsini tapış olur. Kubun tam səthinin sahəsi 6A-nın kvadratıdır. Bəs kubun bir üzünün sahəsi nədir? Bir üzünün sahəsi də A kvadratdır. Və bizdən soruşur kubun bir üzünün sahəsini tap. Yəni A kvadratını tap. A kvadratı bərabər sualı. Burada nə yarış olur? Kubun tam səthinin sahəsi, yəni S tam bərabərdir 6A-nın kvadratına. O da tam səthinin sahəsi 294-ü verir. A kvadrat da nəyə bərabərdir? 294-ü bölsək 6-ya 4 dəfə 24, 54-ün içində 6, 9. Onda A-nın kvadratı bizə verəcək 49. Elə şu olar A kvadratı ilə bir üzünün sahəsidir. Bizdən bir üzünün sahəsini soruşur. Yəni A kvadratının qiyməti neçədir? 49-dur. Bu sualın cavabı olur 49, 7 D variantı. Sonra keçən növbət suala baxaq. Bunu sildik. Baxdıq uşaqlar 8-ci suala. 8-də nə deyir? Kubun tam səthinin sahəsi oturacağın sahəsinin neçə dəfə böyükdür? Uşaqlar deyir kubun tam səthinin sahəsi S tam oturacağın sahəsindən neçə dəfə böyükdür? Yəni S tam S oturacaqdan neçə dəfə böyük deyirsə, tam səthin sahəsini bölüyor oturacağın sahəsinə. Kubun tam səthin sahəsi 6A-nın kvadratıdır. Oturacağın sahəsi A kvadratıdır. Gedir A kvadratları qalır 6. Yəni tam səth oturacaqdan 6 dəfə böyükdür. Yəni D variantı. 9 bunun oxşarıdır. Gəlin növbət suala baxaq. Onda nə deyir? Deyir düzbucaqlı paralelipedin şəkilli hədiyyə qutusunun oturacağının uzunluğu 10, eni 8, hündürlüyü isə 7-dir. Bu kutu küçüldükdə kağızın sahəsi ən az nə qədər ola bilər? Şolar, təsəvvür edin ki, bir dənə düzbucaqlı paraleliped formasında biz şəkilli hədiyyə qutusunu götürək. Baxın, belə bir düzbucaqlı paraleliped formasında şolar bizim kutumuz var. Deyir hədiyyə qutusunun oturacağının uzunluğu, baxın uşaqlar, oturacağın uzunluğu aşağıdır. Oturacağın uzunluğu 10'dur, eni 8'dir, hündürlüyü isə 7'dir. Və bizdən nəyi soruşur? Bu kutunun büküldükdə kağızın səthinin sahəsi ən az nə qədər olmalıdır? Uşaqlar, 6 dənə üzü tam bükələmək üçün səthinin sahəsi deyəndə bizdən tam səthinin sahəsini soruşur. Tam səthinin sahəsi nəyə bərabər suala? Və tam səthinin sahə düsturu nədir? 2 vuraq. Mötərizənin içində AB üstəgəl AC üstəgəl BC-yə. Uşaqlar, belə təsəvvür edin də A-nın qiyməti olsun 10, B-nin qiyməti olsun 8, C-nin də qiyməti olsun 7. Yəni 3 dənə fərqli tilləri budur. Onda bu da nəyə bərabər olacaq? 2 vuraq S tam bərabərdir. A-nı B-yə vursaq 80. AC nə deməkdir? A-nı C-yə vursaq 70 və B-ni də C-yə vursaq 8 və 7-nin 56-dır. 2 vuraq. Bunları toplasaq 150. Üzərinə bu 56'nı gəlsək 206, 206'ın da olur. 2'ni də bu mötərizənin 206'ya vursaq bizə verəcək 412. Yəni tam səthinin sahəsi olur 412. Yəni bu 10-cu sualın cavabıdır, olur C variantı. Və 11 də bunun oxşarıdır. Keçdik növbət sualı. 12-ci sualda baxın belə bir 6 dənə üz var. 1, 2, 3, 4, 5, 6. Uşaqlar, bu biz 6 dənə üzü bükələsək 12-ci sualda. Deməli 6 dənə üzü bükələsək, baxın belə bir düzbucaqlı paraleliped əmələ gəlir. Düzbucaqlı paraleliped əmələ gəlir. Biraz səliqəsiz oldu. Düzbucaqlı paraleliped əmələ gəlir. Və düzbucaqlı paralelipedin uşaqlar 3 dənə fərqli tili var. Bir tili 5'dir. Bir tili deyək ki 8'dir və bir tildə olsun 10. Fərqi yoxdur. Onda uşaqlar tilinin biri 5, tilinin biri 8 və tilinin biri də C-sinə də 10 yazsaq və paralelipedin tam səthinin sahəsini soruşduq. Paralelipedin tam səthinin sahəsi nə idi? 2 vuraq mötərizənin içində AB üstəgəl AC üstəgəl BC-yə. Baxın, bu da paralelipedin tam səthinin düsturudur. A-nı B-yə vur, 8'i 5'ə vur 40, A-nı C-yə vur 50, B-ni C-yə vur 80. Və biz bunu da toplasaq
340'ı verəcək bizə. Yəni B variantı. Bu oldu 12-ci sualın cavabı B variantı. Sonra uşaqlar növbəti sual hərəsindən bir dənə verilib. Baxın, deyir tili 5 olan, yəni A'sı 5 olan tilin daha doğrusu kubun bütün tillərinin cəmi. Uşaqlar kubun bütün tillərinin cəmi 12 dənə til olduğu üçün 12A'dır. Yəni A'nın yerinə 5 yazsaq, bütün tillərin cəmi perimetr deməkdir. 12-ni də 5'ə vursaq bizə 60'ı verir. Burada cavab 60'dır. Sonra 14'ə baxın. Kubun tilini 6 dəfə artırsa həcm necə artır? Uşaqlar kubun tili 14'də. 14'də kubun tili yəni A'nı 6 dəfə artırsa həcm necə dəyişir? Uşaqlar kubun həcm düsturu A'nın kubudur. A'nı 6 dəfə artıranda 6A olur və 6A'nın kubu da bizə verir 216 A'nın kubunu. Deməli əvvəl kubun tili A'nın kubudur, sonra isə bu əvvəldir. Əvvəl A'nın kubudur, sonra isə 216 A kubudur. Deməli neçə dəfə artır? 216 dəfə artır. Yəni A variantı. Bu da oldu 14'ün cavabı. A variantı. Bu da asan uşaqlar. Deyir 15'də deyir ki, kubun tili, yəni A'sı kök altında S böl 3'dür. Bizdən nəyi soruşur tab? Kubun tam səthinin sayısı. Uşaqlar kubun tam səthinin sayısı 6A'nın kvadratıdır. Aparıb A'nın yerinə kök altında S böl 3 yazsaq A'nın yerinə kvadratı olacaq. Bu kvadratdan kök gedir. Qalır 6 vuraq S bölək 3. 3'ə böl 1, 3'ə böl 2. 2 nesə vuranda nə verir? 2S. Deməli tam səthinin sayısı olur 2S. Yəni B variantı. Bu da oldu 15'in cavabı. Keçək növbət sualı 16'ya baxaq. 16'da görək bizdən nə istəyir? Deməli uşaqlar 16-cı sualda deyir düzbucaqlı paralelipedin 3 ölçülərin hər birini neçə dəfə artırmaq lazım ki, həcmi 64 dəfə artsın. Uşaqlar düzbucaqlı paralelipedin həcmi A vur, B vur, C'dir. Əgər biz həcmin 64 dəfə artmağını istəyiriksə, A'nı, B'ni, C'ni 4 dəfə artırmalıyıq. Yəni A'nı da 4'ə vuraq, B'ni də 4'ə vuraq və C'ni də 4'ə vuraq. A'nı, B'ni, C'ni hər birini 4 dəfə artırsaq, 4'ü 3 dəfə öz-özünə vursaq, 4'ü 4'ə vur 16, 4'ə vur 64. 64 A, B, C'ni verəcək. Əvvəl A, B, C idi, sonra 64 A, B, C idisə bu əvvəldir, bu da sonradır. 64 vuraq A, B, C olduğuna görə 64 dəfə bəli artır. Burada nə deyir? Hər 3 ölçüsünün hər birinin neçə dəfə artdığı da söylüyor. 16'da 3 ölçüsünü hər birini neçə dəfə artırmaq lazım. Deməli olar 3 dənə ölçünün hər birini 4 dəfə artırmalıyıq ki, hər birini 4 dəfə artırmalıyıq ki, həcmi 64 dəfə artsın. Cavab olacaq 3 ölçüsünün hər birini 4 dəfə artırmaq. Yəni D variantı. 17 bunun oxşarıdır. Gəlin 18'ə baxaq. 18'də görək bizdən nə istəyir? Deyir düzbucaqlı paralelipedin 3 müxtəlif üzünün sahəsi. Uşaqlar düzbucaqlı paralelipedin 3 dənə müxtəlif üzünün sahəsi budur, tam səthin sahəsində. Baxın bir dənə düzbucaqlı paraleliped çəkək. Təsəvvür edin ki, bu düzbucaqlı paralelipedin 3 dənə müxtəlif üzünün sahəsi 2, 5, 10. Nə deməkdir uşaqlar? Baxın bu üzünün sahəsi 2-dirsə, onda üzbəyiz olan bu üzünün sahəsi də 2-dir. Aşağıdakı oturacağın sahəsi 5'dirsə, yuxarıdakı oturacağın sahəsi də 5'dir. Sonra üzü o tərəfdə olan uşaqlar baxın, yəni bu hissədən söhbət gedir. Bu üzünün sahəsi 10'dursa, üzü biz tərəfdə olan üzünün sahəsi də 10'dur. Deməli hər bir sahədən 2 dənədir. Onda tam səthinin sahəsini soruşur. Tam səthinin sahəsi 2'dən 2 dənədir, üstə gəl. 5'dən də 2 dənədir, üstə gəl. 10'dan da 2 dənədir. Və bunları da biz toplasaq 4 üstə gəl, 10 üstə gəl, 20. Bu da bizə verəcək 34. Yəni tam səthin sayısı olur 34. Yəni D variantı. Sonra 19'da uşaqlar bu formada yazarsınız. Gəlin növbəti suala baxaq. Növbəti sual uşaqlar 20-ci sualdır. 20'də nə deyir? Ölçüləri 5, 9, 10 olan düzbucaqlı paralelipedin tam səthin sayəsində. Bunu demişik də 3 dənə fərqli ölçüsü var. A'sı 5, B'si 9, C'si 10'dur. A'sı 5, B'si 9, C'si 10'sa tam səthin sayı düsturu nə idi? 2 vuraq AB üstə gəl, AC üstə gəl BC'yə. Yəni 2 vur, A'nı B'yə vur 45, A'nı C'yə vur 50, B'ni C'yə vur 90. 140, 185'i də uşaqlar 2'yə vursaq bizə verəcək 370. Yəni tam səthin sayısı olur
370, yəni A variantı. Bu da oldu 20-nin cavabı. Və 21 də bunun oxşarıdır. Gedən növbət sual. Şöyle gəlin baxaq 22-yə. 22-də nə deyir? Deyir tam səthinin sahəsi 150 olan kub. Şöyle kubun qaranayacaq. Kubun tam səthinin sahəsi 6A-nın kvadratıdır və tam səthin sahəsi 150-dir. Bu tam səthin sahəsi həm 6A kvadratı, həm də 150-dirsə, A kvadrat nəyə bərabər? 150-ni nəyə bölərik? 6-ya. Bu da 25 verir. Deməli kubun tili nəyin kvadratı 25 verir? 5-in. Deməli kubun bir tili 5-dir. Uşaqlar kubun bir tili 5-dirsə, kubun bir üzünün diaqonalı. Deməli kubun bir üzünün diaqonalı A kökdə 2-dir. Aparıb A-nın yerinə 5 yazsaq, cavab olacaq 5 kökdə 2. Yəni B variantı. 22-də cavab oldu. B variantı. Və 23 də uşaqlar bunun tərsidir. 24-də baxaq. 24-də deyir ki, düzbucaqlı paralelipedin oturacağının tərəflərini 6 dəfə artırıb, hündürlüyü 4 dəfə azaltsa, həcmi necə dəyişər? Uşaqlar, düzbucaqlı paralelipedin həcmi A vur, B vur, C-dir. Deyək ki, A ilə B, A ilə B olsun oturacaq. Baxın. A ilə B oturacaq, hündürlük tildə olsun C. Deyir, oturacağın tərəflərinin hər birini 6 dəfə artırıb. Yəni, A ilə B oturacağın tərəflərdirsə, oturacağın tərəflərinin hər birini 6 dəfə artırıb. Yəni, A-nı da 6 dəfə artırırıq, B-ni də 6 dəfə artırırıq. Amma hündürlüyünü 4 dəfə azaltacaq. Hündürlük tildə şolar C-dir. C-ni də 4 dəfə azaltmaq, C-ni 4-ə bölməkdir. Bunun da məxrəci 1-dir, bunun da məxrəci 1-dir. Sürətlər bir-birinə vur, 6-ya 6-ya vur, 36, A, B, C, bölək 4-ə. 4-ə böl 1, 4-ə böl 9. Deməli, şolar, qalacaq 9, A, B, C. Deməli, əvvəl nədir? Əvvəl, bunun qabağında şolar heç nə yoxdursa, əmsal 1-dir. Əvvəl 1A, B, C-dir. Sonra isə, baxın, sonra isə 9 ABC. Əvvəl 1 ABC, sonra 9 ABC C-dirsə, deməli 9 dəfə nə edir? Artır. 24-də cavab olur C variantı. Gəlin 25-ə baxaq. 25-də görək bizdən nə istəyir? Uşaqlar, 25-də deyir ki, tam səthin sahəsi kubun. Uşaqlar, kubun yenə yazaq. Tam səthinin sahəsi 6A kvadratdır. Şərtdə də deyir, tam səthinin sahəsi 54-dür. 54-ü uşaqlar, bu 9-a bölsək, bizə verəcək 6-nı A kvadratına vuranda 54-ü verirsə, 54-də 6-ya bölsə bizə 9 verir. Nəyin kvadrat 9 verir? 3-ün. Onda uşaqlar, kubun tili oldu 3. Və bizdən soruşur ki, 25-də kubun həcmini tap. Kubun həcmi də nədir? Kubun həcmi də A-nın kubudur. Apap A-nın yerinə 3 yazsaq, 3-ün kubu nəyə verir? 27. Onda uşaqlar, kubun həcmi oldu 27. Soram. Baxın, bu 27 ilə 26 asandır. Tam səthinin sahəsi 6A-nın kvadratıdır. 26-da həm də tam səthinin sahəsi 54-sə, deməli A kvadratı bərabər 9-a, A-nın qiyməti də 3-dür. Birdən kubun tilini soruşlar. Burada da şola kubun tili Y variantıdır. 26-da Y variantıdır. Sonra 27-də bunun oxşarıdır. Gəlin 28-ə baxaq. 28-ə. 28-də nə deyir? Kubun həcmi, şola kubun həcmi A-nın kubudur. Kubun həcmi əgər bizə 343 verirsə, deməli, nəyin həcmi 343 verəcək olar? 7-nin kubu, daha doğrusu 7-nin kubu 343 verir. Deməli, kubun A-nın yerinə 7 yazsaq, 7-nin kubu 343 verir və kubun tam səthinin sahəsini tap. Və kubun da olar, tam səthinin sahəsi 6A-nın kvadratıdır. Yəni, 6 vuraq 7-nin kvadratı 49, 4 yazırıq 5 yadda 24, 29. Cavab olacaq 294 Y variantı. Bu da oldu uşaqlar 28-in cavabı. Gəlin növbəti suala baxaq. Deməli, növbəti sual nədir? 29-dur. Deyir, ölçüləri bu olan düzbucaqlı paralelipedin eyni bölükdə olan kubun tilini tapın. Uşaqlar, yada saxlayın. Hava fiqurlarında deyək ki, düzbucaqlı paraleliped verilib. Düzbucaqlı paraleliped verilib. Düzbucaqlı bu paralelipeddir. Paraleliped. Bir dənə də kub verilib uşaqlar. Bu da bizim olsun kubumuz. Əgər düzbucaqlı paralelipedlə kub burada deməli düzbucaqlı paralelipedlə və kub eyni bölükdədirsə, nə yadda saxlayırsınız? Hava fiqurlarında eyni bölükdə olan fiqurların hər zaman həcmləri
bərabər olur. Bax bunu qayda kimi yada saxlayın və yaxud da özünüzə qeyd edin. Yenə deyirəm, eyni böyüklükdə olan figurların, yəni hava figurlarının, fəza figurlarının həcmləri bərabərdir. Onda bu qayda ilə yazsaq 29-u nə olacaq? Ölçüləri bu olan düzbucaqlı paralelepipedin, gəlin düzbucaqlı paralelepipedin həcmini tapaq. 16 vur 40 vur 100. 16'ın 4'e vur 64. 3 tane 0. Onda şola bu oldu düzbucaqlı paralelepipedin həcmi. Və eyni böyüklükdə olan kubun tilini tapın. Şolar eyni böyüklükdə olan kubla düzbucaqlı paralelepipedin elə həcmləri bərabərdir. Onda şola kubun həcmi də elə 64.000 olacaq. Və kubun həcmi şolar A'nın kubu verdiyinə görə nəyin kubu 64.000 verir? 40'ın. Yəni 40'ı 3 dəfə özündən vursaq 64.000 verəcək. Cavab olacaq 29'da Y var. 29'un cavabı oldu Y variantı. Şolar 30'da bunun oxşarıdır. 30 da demək olar ki eynidir. Gəlin növbəti suala baxaq. Şolar növbəti sual deməli 31'dir. 31'də nə deyir? 31'də deyir ki, tam səthinin sahəsi yan səthin sahəsindən 98 kvadrat metr çox olan kubun. Şolar kubun tam səthinin sahəsi S tam bərabərdir. Yan səthinin sahəsindən, yəni S yandan nə qədər çoxdur? 98 santimetrin kvadratı çoxdur. Yəni tam səthi yan səthindən 98 kvadrat santimetr çoxdur. Yəni ifadə oldu belə. S tam bərabərdir. S yan üstə gəl 98. Deyək kubun həcmini tap. V bərabər suala. Şolat kubun tam səthinin sahəsi 6A kvadratı, yan səthinin sahəsi 4A kvadratı üstə gəl 98. Bunu sola aparsaq çıx 4A'nın kvadratı olur bərabər 98. 2A'nın kvadratı bərabərdir 98'ə. 98 də 2'yə bölsək bizə 49'u verəcək. Nəyin kvadratı 49'u verir? 7'nin. Onda kubun tili 7'dir uşaqlar. Kubun tili 7'dir, amma bizdən kubun həcmini soruşur tap. Kubun həcmi nədir? A'nın kubudur. Yəni 7'nin kubu da bizə nə verir? 343 verəcək. Cavab olacaq B variantı. Bu da oldu uşaqlar 31'in cavabı. Gəlin 32'yə baxaq. 32 ilə 33 oxşardır. Gəlin 32'yə baxaq. 32'də nə deyir? Deməli 32'də deyir ki, düzbucaqlı paralelepipedin tam səthinin sahəsi 98. Baxaq. Tam səthinin sahəsi 94. Oturacağın sahəsi 12'dir. S oturacaq da 12'dir. Bizdən soruşur yan səthinin sahəsini tap. Şola bunun mənası nədir? Baxın, bir dənə düzbucaqlı paralelepiped çəkək. Bu düzbucaqlı paralelepipedin əgər aşağı oturacağın sahəsi 12'dirsə, deməli yuxarıdakı uşaqlar baxın bu oturacağın sahəsi də 12'dir. Yuxarıdakı bu oturacağın sahəsi də yenə 12'dir uşaqlar. Yuxarı ilə aşağı oturacaqların sahələri cəmi 24'ü verir. Onda uşaqlar tam səthinin sahəsindən, yəni 6 dənə üzünün sahəsindən 2 dənə bu oturacağın üzünün sahələri cəmini, yəni 24'ü çıxsaq, tam səthinin sahəsindən 2 dənə oturacağın cəmi 24'ü çıxsaq, bizə yan səthinin sahəsini verəcək. Baxın uşaqlar ifadə budur. Yenə deyirəm, tam səthinin sahəsi, yəni 6 dənə üzünün sahəsindən 2 dənə oturacağın sahəsi, yəni aşağıda 12'dir, yuxarıda 12'dir. 2 dənə yuxarı və aşağı oturacağın sahələr cəmi 24 çıxsaq, yan səthinin sahəsini verəcək. Tam səthinin sahəsi 94 çıx 24 bərabərdir S yana. Və 94'dən də 24 çıxanda nə verir? 70'i verir. Deməli, bu paralelepipedin yan səthinin sahəsi olacaq 70. Bizdən də yan səthinin sahəsini soruşulub. Yan səthinin sahəsi olacaq 70. C variantı. Bu da oldu 32'nin cavabı. Şola bax 74, daha doğrusu 33 bəxşi sualına oxşarıdır. Gəlin 34'ə baxaq. Deyir kubun iki üzü sarıdır, qalan üzləri isə yaşıl rəngdə rənglədilər. Deməli şola kubun 2 dənə üzü sarıdır. Yazırıq. 2 üzü sarıdır və qalan üzləri isə yaşıl rəngdədir. Yəni kubun 6 dənə üzü var da. 6 üzündən ikisi sarıdırsa, 4 də yerdə qalan 4 dənə üzü də şolar yaşıl rəngdədir. Bunu bildik. Nə deyir? Yaşıl rəngdə olan üzlərinin sahələri cəmi 100'dür. Deyir kubun 2 üzünü sarı, qalan üzlərini isə yaşıl rəngdə rənglədilər. Yaşıl rəngdə olan üzlərinin sahələri cəmi. Şolar kubun 4 üzü yaşıldırsa,
4 üzünün sahələri cəmi bizə 4A-nın kvadratını verəcək. Şərtdə də nə deyir? Yaxşı rəngdə olan üzlərinin sahələri cəmi 100-ü verir. Yəni 4 dənə üzünün sahələri cəmi 100-dür. 4 üzünün sahələri cəmi 4A kvadratdır. Yəni yan səthin sahəsi 4A kvadratdır. A kvadrat nəyə bərabər olacaq? 25-ə. Deməli, kubun 2 dənə üzü isə uşaqlar, 2 dənə üzü isə sarıdır. Yəni 2A kvadratı. Yəni bir üzünün sahəsi A kvadratdırsa, 2 üzünün sahəsi 2A kvadratdır. Deməli, A kvadratın qiyməti 25 isə 2-ni vururuq A-nın kvadratına. Yəni 25-ə vursaq 50-ni verəcək. 50-ni verəcək. Bizə nə soruşur? Kubun deyir, ümumilikdə həcmini tap. Aha. Onda uşaqlar, kubun bir üzünün sahəsi, yəni A kvadrat 25-i verirsə, deməli kubun tili olacaq 5. Kubun tili 5-dirsə, bizdən kubun həcmini soruşur. Kubun həcmi də A-nın kubudur. Yəni 5-in kubu bizə nə verir? 125-i verəcək. Yəni bu sualda cavab 125-dir. 34-də Y variantı. Sonra 38, bunun 35, bunun oxşarıdır. Sonra 36-ya baxaq. Deyib bir üzünün sahəsi 4 olan kubun bütün tillərini cəmiş olar. Kubun bir üzünün sahəsi A kvadratdır. Yəni kvadratın sahəsidir. 4-dürsə, deməli A-nın qiyməti 2-dir. Onda kubun bütün tillərinin cəmi, şolar, kubun 12 dənə til olduğuna görə bütün tillərinin cəmi 12A-dır. A-nın da yerinə 12 yatsaq, 12-ni 2-yə vursaq, nəyə verəcək? 24. Onda bir tilinin uzunluğu 2 isə, 12 tilinin uzunluğu da olacaq, şolar 24. Yəni D variantı. Bu sualın cavabı oldu 36-da D variantı. Gəlin 37-yə baxaq. Görə 37-də bizdən nə istəyir? 37-də deyir ki, tili 10 olan kubun. Tilini 40% azaltda kubun həcmi nə qədər olar? Şolar, tili 10 olan kubun həcmi A-nın kubudur. Yəni 1000-dir. 1000-dir. Bunu bilirik. Bu əvvəldir. Şolar, kubun tili 10 olan kubun tilini 40% azaltdıq. Şolar, tili 10-dur. Tili də 10'u 40% azaltsaq, onun 40% nə qədərdir? Onu 40%-ə vurub 100-ə bölsək, bizə nə verəcək? 4'ü verəcək. Deməli, kubun tilini, yəni 10'u 40% azaltmaq 4 vahid azaltmaqdır. 40% azaltmaq 4 vahid azaltmaqdır. Onda 10'u 4 vahid azaltsaq, kubun tili neçə olacaq? 6 olacaq. Onda kubun növbəti tili olur 6. Onda kubun tili də uşaqlar olacaq A2'nin kubu. Yəni növbəti tilin kubu. 6'ın da kubu bizə nə verəcək? 216'nı. Deyir, kubun həcmi nə qədər olar? Kubun həcmi nə qədər olacaq uşaqlar? 216. Cavab olacaq 216 C variantı. Deyir, kubun həcmi, sonraki kubun həcmi, bizdən sonraki kubun həcmini soruşur. Sonraki kubun həcmi 216'dır. Yəni 37 C variantı. Sonra 38 də bunun oxşarıdır. Sadəcə nə qədər azalardı? Məsələn, kubun tili 2 olanda 2'nin kubu 8'dir. Kubun tili 2'ni 1 vahid azalanda 1 olur. 1'in kubu da 1'dir. Əvvəl 8'dir, sonra 1 olubsa, deməli 7 vahid azalıb. Burada cavab olur 7 vahid azalar. Sonra gəlin 39'a baxaq. 39'da nə deyir? Deyir, bütün tillərin uzunluqları cəmi 36 olan kubu. Uşaqlar, kubun bütün tillərin uzunluqları cəmi 12A'dır. Və bütün tillərin uzunluqları cəmi 36'dırsa, deməli 36'nı 12'yə bölsə 3'ü verəcək. Kubun tam səthinin sahəsini tap. Kubun da tam səthinin sahəsi 6A kvadratdır. Yəni 6 vuraq 3'ün kvadrat 9. Cavab olacaq 54. Yəni A variantı. 39'un cavabı A variantıdır. 40 bunun oxşarıdır. Gəlin 41'ə baxaq. Deyir, kubun bir üzünün daxilinə çəkilmiş çevrənin radiyusu olur. Kubun bir üzü kvadratdır. Kubun əgər bir üzü kvadratdırsa, deyir, kubun bir üzünün daxilinə çəkilmiş çevrə. Deməli, kubun bir üzünün, yəni kvadratın daxilinə çəkilmiş çevrənin radiusu 2'dir. Şolar, kubun səthinin sahəsini tap. Deməli, kubun bir üzünün, yəni kvadratın daxilinə çevrə çəkilmiş radiusu 2'dirsə, radius toxunana perpendikulyardır. Yəni, burada 2'dir, burada 2'dir, 90, 90. 2 ilə 2'nin cəmi 4'ü verir. Deməli, kvadratın bir tərəfi 4'dür. Onda şolar, kvadratın bir tərəfi 4'sə, kubun bir üzü kvadrat olduğuna görə, kubun bir üzünün tərəfi isə, tili isə 4'dür. Kubun bir üzünün tili 4'dürsə, bizdən 41'də nəyi soruşur? Kubun səthinin sahəsi. Kubun da səthinin sahəsi deyənə tam səthindən söhbət gedir. 6A'nın kvadratıdır. 6 vuraq uşaqlar, bu kvadratdır. 4'ün kvadratı nəyi verir? 16'nı verir. 6'yı da 16'ya vursaq nəyi verəcək? 96. Yəni C variantı. 41'də cavab oldu C variantı. 41 görək, 42 bunun oxşarıdır.
Sonra nə deyir? Burada uşaqlar. Bu da əslində oxşardır. Gəlin yazaq 43. 43-də deyir ki, kubun tam səthinin sahəsi 6a kvadratı 96-dırsa, 96-nı uşaqlar 6-ya bölsək 16-nı verəcək. Kubun deməli tili 4-dür. Tili 4 olan kubun oturacağının diaqonalını tap. Uşaqlar, oturacağının diaqonalı deyəndə kubun bir üzü kvadrat olduğuna görə oturacaq kvadrat. Oturacağın diaqonalı nədir? Yəni bir üzünün diaqonalıdır. Bu da olacaq a kökdə 2, yəni 4 kökdə 2. Yəni uşaqlar, bu sualın cavabı da 4 kökdə 2-dir, yəni A variantı. Bu da oldu 43-ün cavabı A variantı. Keçək növbəti suala. Gəlin 44-ə baxaq. 44-də deyir ki, düzbucaqlı paralelipedin 3 dənə üzü. Uşaqlar, bir dənə düzbucaqlı paraleliped çəkək. Düzbucaqlı bir dənə paraleliped çəkək. Əgər bu düzbucaqlı paralelipedin, biraz sərqəsi oldu. Baxın uşaqlar, 3 dənə müxtəlif üzü deyir. Bura olsun A, bura olsun B, hündürlük tildə olsun C. Deyir 3 üzünün sahəsi. Məsələn, uşaqlar, düzbucaqlı paralelipedin hər bir üzü düzbucaqlıdır. Onda bu üzünün bir üzünün sahəsi olsun B vur C bərabərdir neçəyə? 2. Sonra məsələn, üzü bu tərəfdə olan üzündə sahəsi olsun uşaqlar. Hündürlük tili C-dir. Hər bir üzü uşaqlar düzbucaqlıdır. Hər bir üzü düzbucaqlı olduğuna görə üzü bir tərəfdə olan üzünün sahəsi də olsun, yəni ikinci üzünün sahəsi də olsun A vur C. Deyək ki, bu da bizə verib 3-ü. Və üçüncü fərqli üzü isə uşaqlar, üzü yerdə olan üzüdür. Baxın, üzü yerə tərəf baxın. Bura A-dır, bura B-dirsə, onda oturacaq da düzbucaqlıdır. Oturacağın da sahəsi A vur B-dir. Onda üçüncü fərqli tilin sahəsi də A vur B-dir. Deyək ki, bu da bizə versin 6-nı. Və bizdən soruşur paralelipedin həcmini tap. Aha, paralelipedin həcmini tap. Bunu bildik. İndi uşaqlar, gəlin paralelipedin də həcmi nədir uşaqlar? Paralelipedin də həcmi A vur, B vur, C-dir. İndi gəlin belə baxaq da. Əslində belə baxanda görsənir. Necə görsənir? Burada C-si 1-dir. 1-i 2-yə vuranda 2-ni verəcək. C-si 1-dir. A-sı da 3-dür. 3-ü 1-ə vuranda 3-ü verəcək. B-si 2-dir. A-sı da 3-dür. 2-ni də 3-ə vuranda 6-nı verəcək. Onda uşaqlar, A-sı neçədir? Qara nə qeyd eləyək? A-nın qiyməti 3-dür. 3 vuraq. B-nin qiyməti 2-dir. C-nin də qiyməti 1-dir. Onda bu 3 dənə ədədi bir-birinə vursaq həcmi olacaq 6. Yəni bu düzbucaqlı paralelipedin həcmi 6-dır. 44-də A variantı. Gəlin 45-ə baxaq. Görək 45-də bizdən nə istəyir? Şola 45-in sualda da yenə. Bax, buna oxşar sual demişdik. 1, 2, 3, 4, 5, 6. 6 dənə fərqli üzdür. Bunları biz qatdalasaq şola düzbucaqlı paralelipedi verəcək. Və düzbucaqlı paralelipedin 3 dənə fərqli tili var. Məsələn, bir tili baxırıq ki 5-dərdir. Ədədlərə baxın. Bir tili şolar 3-dərdir. Və hündürlük tildə olsun deyək ki 4. C tildə olsun 4. Bizdən nəyə soruşur? Bu qutunun həcmini tap. Bu qutunun həcmi şolar A vur, B vur, C'dir. Yəni 5 vur, 3 vur, 4. 5-i 4-ə vur, 20, 3-ə vur, 60. Yəni bu fiqurun həcmi olacaq, kubun həcmi olacaq 60. Yəni uşaqlar, bu 6 dənə üzü olan səhti biz qatdalayanda düzbucaqlı paraleliped əmələ gəlir. Və həmin paralelipedin də 3 dənə fərqli tili olur. 5, 3, 4. Üçünü də bir-birinə vursaq həcmi olacaq 60. 46 bunun oxşarıdır. Gəlin 47-yə baxaq. Kubun tilini 2 dəfə artırdıqda həcmi deməli 56 kub santimetr artar. Bu kubun tam səthinin sahəsini tapın. Uşaqlar, əvvəl kubun tili olsun A. Və həcmi də olsun A-nın kubu. Kubun tilini 2 dəfə artıranda, onda A-nı 2 dəfə artırıq, A-mız olur 2A. Onda kubun həcmi nə olacaq? A-nı yerinə 2A yazsaq, olacaq 2A-nın kubu. Bu da bizə verəcək 8A-nın kubu. Deməli, əvvəl kubun həcmi A kubudur. Sonra isə A-nı 2 dəfə artırdığımıza görə, kubun tilini, yəni A-nı 2 dəfə artırdığımıza görə həcmi 8A kub olur. Sonra deyir, həcmi 56 kub santimetr artar. Yəni 56 kub santimetr artar nə demək ki olur? Yəni sonrakı həcm, bu sonrakıdır, bu da əvvəlki həcm. Yəni sonrakı həcm əvvəlki həcmdən nə qədər çoxdur? 56 kubmetr çoxdur. Sonrakı həcm əvvəlki həcmin 56 kubmetr çoxsa, deməli 56 kub santimetr artıb. Şolar, sonrakı kub həcmi yerinə 8A kubu yazırıq.
Əvvəlki həcmin yerinə A-nın kubu yazırıq. A kubunu sola aparsaq 8A kubundan 1A kubunu çıxsaq 7A'nın kubunu verəcək 56-ya və 56-nı da 7-yə böləndə uşaqlar 7-ni A kubuna vuranda 56-nı versə 56-nı 7-yə böl 8-i verəcək. Onda uşaqlar kubun tili olur 2. Yəni 2-nin kubu 8-dir. İndi gəlin nəyə baxaq? Bu kubun tam səthinin sahəsində. Kubun ümumiyyətlə tili 2-dirsə, kubun tam səthinin sahəsi 6A'nın kvadratıdır. Yəni 6 vuraq 2'nin kvadrat 4. Bu da bize verəcək 24. Yəni kubun tam səthinin sahəsi oldu 24. Yəni Y variantı. Şöyle 48 oxşar sual demişik. 47'də cavabı Y variantıdır. Getdi. 48'də Y variantı. 49'da oxşar 48 oxşar 47 deməli Y variantıdır və 48 oxşar əvvəlki sualların içində var. Deməli, tam səthinin sahəsi, yan səthinin sahəsindən 50 kub metr çoxdur. Bunu oxşar deyəsən bir dənə sual yazmışıq biz. Tam səthinin sahəsi, bəli yazmışıq, var, uşaqlar. Hansı sualın oxşardır, nömrəni deyimsə, 48-ci sual biraz oxşuyur 31-ci suala. Bu oxşardır uşaqlar. Oxşardır, 48-dən 31 oxşardır. 31'də də deyir ki, tam səthinin sahəsi, yan səthinin sahəsindən 98 kvadrat metr çox olarsa, kubun orada həcmini soruşur, burada da tilini soruşur. Bu daha rahatdır. Şöyle gəlin 49'a baxaq. 49'da nə deyir? 49'un sualda deyir düzbucaqlı paralelipipedin ölçüləri 8, 25, 4'dür. Yəni bir tili 8'dir, bir tili 25'dir və bir tili də 4'sə, birdən bu düzbucaqlı paralelipipedin həcmini soruşur. Həcmində nədir? A vur, B vur, C'dir. Yəni 8 vuraq, 25 vuraq 4. 25'i 4'e vuranda bizə 100'ü verir. 8'i 100'e vuranda bizə verir 800. Yəni həcmi olacaq şu olar 800. Yəni 49'un cavabı oldu 800. Və 50 bunun oxşarıdır. Gəlin növbət suala baxaq. 51. Deyir, iç hissəsinin hər birinin üzünün sahəsi, 64. Kub şəkilli kutunun içinin tili 4'dür. Ən çoxu neçə ədəd kub şəkilli kutu yerləşdirmək olar? Deməli, iç hissəsinin hər bir üzünün sahəsi. Şolar, bu 51'də nə deyir? Deyir, iç hissəsinin hər bir üzünün sahəsi 64 olan kub şəkilli kutudur. Gəlin, bir dənə böyük kub şəkilli kutu çəkək. Şolar, böyük, deməli, bir dənə qutu çəkirik. Böyük qutu çəkirik. Və böyük qutunun, yəni böyük qutu şolar kub şəklindədir. Onda böyük qutunun iç hissəsinin hər bir üzünün sahəsi 64. Şolar, bir üzünün sahəsi, məsələn, olsun buranın sahəsi. Tilləri kubun tili A olduğuna görə, böyük kutunun bir üzünün sahəsi A'nın kvadratıdır. Yəni, bir üzü kvadrat olduğuna görə şolar. Bu kvadratın sahəsidir. Baxın, kvadratın sahəsi. Bir üzünün sahəsi A kvadratı, bir üzünün sahəsi deyir 64 ise, deməli böyük kutunun bir tili 8'dir olar. Böyük kutunun bir tili 8, bir tili 8'dir. Deyir kub şəkilli kutunun içinə tili 4 olan ən çox neçə kutu yerləşdirmək olar. Deməli bu kutunun içinə balaca kutular yerləşdirməliyik. Amma balaca kutunun tilləri şolar 4'dür. Baxın, balaca kutu yerləşdirməliyik. Bu kutunun isə tilləri 4, 4, 4, 4'dür. Yəni balaca kutunun, kub şəkilli kutunu böyük qırmızı ilə verilən kutunun içinə neçəsini yerləşdirmək olar. Onda şolar neçəsini yerləşdirmək olar deyirsə, necə olacaq? Böyük kutunun həcmini kiçik kutunun həcminə bölürük. Bu da bizə say verəcək. Yəni böyük kutunun həcmi, böyük kutu kub şəkli olduğuna görə şolar böyük kutunun həcmi A'nın kubudur. Yəni 8'in kubudur. Və kiçik kutu da yenə kub şəkli olduğuna görə kiçik kubun həcmi isə şu olar 4'ün kubudur. 8'in kubu nə deməkdir? 8 vur, 8 vur, 8. 4'ün kubu isə 4 vur, 4 vur, 4'dür. 4'ə böl 1, 4'ə böl 2. 8 4'ə böl 2, 8 4'ə böl 2. 3 dənə 2 ilə şu olar bir-birinə vursaq 8 verir. Yəni neçə dənə yerləşdirmək olar? 8 dənə. Yəni bu sualın cavabı olur 8. Yenə yada saxlayın uşaqlar. Bizdən sayı soruşursa, böyük kutunun içinə neçə dənə kiçik kutunu yerləşdirmək olar deyirsə, böyük kutunun həcmini kiçik kutunun həcminə bölürük. Bu da bizə say verir. Keçək növbət suala. Növbət sualda nə deyir? Növbəti sualda deyir ki, 52-ci sualda.
Deyir həcmi 64 olan kubun. Kubun həcmi A kubudur. Və A kubu 64 isə deməli 4-ün kubu 64 verir də. Onda kubun tam səthinin sayəsini tap. Kubun tili 4 isə tam səthinin sayəsi nəyə bərabərdir? 6A-nın kvadratına. Yəni 6 vuraq. 4-ün kvadratı 16. Bu da bizə verəcək 96-nı. Yəni bu sualın cavabı oldu uşaqlar 96. Bu da oldu 52-nin cavabı. 52-nin cavabı 96. 53 də bunun oxşardır. Gəlin uşaqlar 54-ün suala baxaq. 54-də nə deyir? Deyir həcmi 150 olan düzbucaqlı paralelepipedin tilləri ABC-dir. Uşaqlar düzbucaqlı paralelepipedin həcmi A vur, B vur, C-dir. Bu da bizə verir deyir 150-ni. Yəni 3 dənə fərqli tilini bir-birinə vursaq bizə 150-ni verir. Bizdən paralelepipedin tam səthinin sayəsini soruşur. Uşaqlar tam səthinin sayəsi nədir? 2 vuraq AB üstə gəl AC. Deməli 2 vuraq uşaqlar AB üstə gəl AC üstə gəl BC. Yəni bizdən bu ifadənin tam səthinin sayəsi budur. Bax bizdən bunu soruşur da. Bax burada nə verib uşaqlar? 1 böl A üstə gəl 1 böl B üstə gəl 1 böl C. Bizə verib 19-da 50-ni. Gəlin neyək? Bunu ortaq məxrəc ABC götürək. ABC. ABC-ni uşaqlar A-ya bölsək BC. BC-ni də 1-ə vur BC. ABC-ni B-yə bölsək AC qalır. 1-ə vur AC. ABC-ni C-yə bölsək C-lər gedir AB. Sürətdəki 1-ə vur AB-ni verəcək. Bu da bizə verəcək 50-də 19. Uşaqlar bunu 3-ə vursaq 50-ni 3-ə vur 150. 19-u 3-ə vur 57-ni verir. Hə uşaqlar, deməli sağ tərəfi sürət məxrəci 3-ə vurduq, 150-də 57 elədi. 150-də 57-dir. Uşaqlar, bu hissəyə fikir verin. ABC hasili onsuz da 150-dir. Bu ABC hasilinin yerinə 150 yazsaq, qırmızı ilə qeyd edirəm ki, tam görün. 150 yazsaq, məxrəclər eyni olur. Onda məxrəclər eyni isə deməli sürətlər də bərabərdir. Yəni BC üstə gəl AC üstə gəl AB nəyə bərabərdir? 57-yə. Amma bizdən tam səthinin sayəsini soruşur. Tam səthinin sayəsi də AB, AC, BC-nin 2 mislidir. Yəni bunu sağlı sollu 2-yə vursaq, onda sol tərəf bizə tam səthinin sayəsini verəcək. Yəni 2 vuraq BC üstə gəl AC üstə gəl AB-ni verir. Sağ tərəfdə də 57-ni 2-yə vursaq 114-ü verəcək. Yəni bu ifadənin qiymətini soruşur da. Baxın bu ifadənin qiyməti neçə olur? 114. Yəni bu sualın cavabı oldu 114. Bu 54-ün cavabıdır 114. Gəlin növbəti suala bax. Uşaqlar bu 55 oxşardır. 55 oxşardır. 54-ün oxşarıdır. Gəlin 56-ya baxaq. Deyir ölçüləri 6, 8, 12 olan düzbucaqlı paralelepiped formalı qutuya tili 2 olan kub formalı qutudan nə qədər yerləşdirmək olar? Yəni uşaqlar böyük bir dənə düzbucaqlı paralelepiped formasında bir dənə qutudur. Bir dənə qutudur. Gəlin qutunu çəkək. Deməli həmin böyük qutunun ölçüləri bura olsun 8, bura olsun 6, hündür tildə olsun 12. Deyir böyük qutuya deməli paralelepiped formalı qutuya tili 2 olan neçə kub formalı qutudan ən çox neçəsi yerləşdirmək olar? Deməli uşaqlar bu bizim böyük qutumuzdur. Deməli böyük qutunun içinə balaca bir dənə kub formalı qutu yerləşdirməliyik. Balaca bir dənə kub formalı qutu yerləşdirməliyik. Amma bu qutunun tilləri isə deməli tili 2 olan kub formalı qutu. Tili 2 olan kub formalı qutu deyilsə bunun deməli hər tərəfi 2-dir. Onda uşaqlar baxın. Bu da kiçik qutudur. Yəni yuxarıdakı paralelepiped böyük qutudur, aşağıdakı kub forması olan kiçik qutudur. Balaca qutudan neçəsini böyük içinə yerləşdirmək olursa deyirsə, onda uşaqlar böyük qutunun həcmini kiçik qutunun həcminə bölürük. Bu da bizə sayı verir. Bunu əvvəlki sualda demişdik. Böyük qutunun həcmi nədir? 8 vur 6 vur 12-dir. 8 vur 6 vur 12-dir. Bəs kiçik qutunun həcmi nədir? Kiçik qutunun həcmi də kubun həcmidir. Bu da bizə verəcək 2-nin kubu. Yəni 2 vur 2 vur 2. Şöyle bunu 2'ye böldük, 2'ye böldük 4. 2'ye böldük 1, 2'ye böldük 3. 2'ye böldük 1, 2'ye böldük 6. Bu da bize verecek 4 vur 3 vur 6. 4'ü 3'e vur 12. 12'ni de 6'ya vursak 72 dənə. Deməli ümumilikdə 72 dənə yerləşdirmək, yəni böyük kutunun içinə 72 dənə kiçik kutu yerləşdirmək olar. 56'da cavab oldu 72. Gəlin növbəti suala baxaq. Bunu da sildik. Keçək növbəti suala. Növbəti sualda nə deyir? 57'də. 57'də deyir ki, bir üzünün diagonalı. Uşaqlar, kubun bir üzünün diagonalı biz
əvvəlki sualların içində bir qayda yazmışdıq. Kubun bir üzünün diaqonalının düsturu A kökdə 2-dir. Şərtdə dedik ki, bir üzünün diaqonalı 3 kökdə 2-dir. Bu kökdə 2-lər gedir. Baxırıq ki, A-nın yerində 3-dür. Yəni kubun tili 3-üymüş. Kubun deyil həcmini tap. Kubun həcmi də A-nın kubudur. Yəni 3-ün kubu nə verəcək? 27-ni. Yəni bu sualın cavabı oldu 27. Bu da bizim oldu uşaqlar 57-ci sualın cavabı. 57'de cevap 27'dir. 58 bunun oxşarıdır. Gəlin 59'a baxaq. Bunu sildik. Demək uşaqlar 59'a baxaq. Deyir kubun tili 20% azaltdıqda həcm neçə faiz azalır? Bunu uşaqlar gəl necə yazaq? Təsəvvür eləyək ki, əvvəl kubun tili A-dır. Kubun tili A'dır. Kubun həcmi isə olub A'nın kubu. Kubun tilini, yəni uşaqlar kubun tili A demək, A 1A deməkdir. 1A'nı 20% azaldanda elə bir 1A 100%dir. 100% 20% azaldanda 80% qalır. Deməli 1A'nın 80% qalırsa, 80% də nə deməkdir? 100-dən 20 çıxanda 80%dir. Yəni 20% azaldırıqsa qalan hissəsi 80%dir. 80% 0.8 deməkdir. Deməli sonra isə kubun tili 0.8 A qədər olur. Yəni 20% azaldırıq. Yəni birin uşaqlar birin 20%, yəni 20% 0.2 deməkdir. Birin 0.2 hissəsi 0.2 A-nı verir. Belə təsəvvür edin. 1 A-nı 0.2 A azaltdıqda qalır 0.8 A. Deməli kubun sonraki tili 0.8 A olub. Bizdən soruşur həcmi neçə faiz azalır? Əvvəl kubun tili 1A'dır. 20% azaltdıq. Yəni A'nın 20% A'nın 0.2 hissəsidir. 1A'nı 0.2 A azaldanda 0.8 A olur kubun tili. Onda kubun uşaqlar tili 0.8 A-dsa kubun sonraki həcmləri A'nın yerinə 0.8 A yazsaq, bunun kubu nə verəcək? Uşaqlar 0.8-in kubu nədir? Əvvəla 0.8-i 3 dəfə öz-özünə vursaq. Əvvəla 3 dənə 8-i bir-birinə vuraq. 8-8-də vur 64, 8-də vur 2 yazırıq, 3 yazırıq 48, 512. 3 verici sola aparsa 0 tam 512. Bu olacaq 0 tam 512. Bu 0.8-in kubudur. Olacaq bir də A'nın kubu. Uşaqlar bunu uzadaq. Burada A'nın kubu uşaqlar 1 A'nın kubudur. Təsəvvür edin ki, kubun əvvəl həcmi 1 A kub olub. Sonra isə sonraki həcm isə 0.512 A kubu. 1-dən 0.512-yə düşübsə, 1-dən 0.512-ni çıxsaq bizə verəcək 0.488-i verəcək. Deməli 1-dən 0.512-yə düşmək bu qədər vahid azalmaqdır. 1-dən 0.512-yə çıxdıq, 0.488-i verdi. Yəni bu qədər vahid azalır. Və uşaqlar 0.488 vahid azalmaq neçə faiz azalmaqdır? Ədədi faizə çevirəndə 100-ə vururuq. Bunu 100-ə vuranda 48,8% azalardı bu. Cavab olacaq 48,8% azalır. Deməli bu sualın cavabı oldu 48,8% azalır. Görün başa düşdünüzmü uşaqlar? Yəni əvvəl kubun həcmi 1 A kubudur, sonra kubun həcmi olub 0.512 A kubu. 1-dən 0.512-yə düşübsə nə qədər azalıb? 1-dən 0.512-ni çıxsa 0.488 vahid azalıb. 0.488 vahid azalmaq həmin ədədi 100-ə vuranda 48,8% azalar deməkdir. Bu da oldu uşaqlar 59-cu cavabı 48,8, 60 bunun oxşarıdır. Gəlin növbəti suala baxaq. Bunu sildik. Keçək növbəti suala. 61-ə baxaq. 61-də deyir ki, tili 2 olan 6 kubu bir-birlərinə yapışdırmaqla şəkillər kimi fiqur alınmışdır. Bu fiqurun tam səthinin sahəsində tapın. Uşaqlar kubun əgər tili baxın, elə bil bu balaca kublardır. 6 dənə kubu, yəni 1, 2, 3, 4, 5, 6. 6 dənə kubu yapışdırıblar bir-birlərinə. 6 dənə kub şəkili belə bir paralelleped əmələ gəlib. Nə deyir? Deyir, hər bir paralellepedin, nəyə fikir verirsiniz? Deyir, tili 2 olan 6 dənə kubu bir-birlərinə yapışdırmaqla. Deməli, uşaqlar bu kubların hər bir tili 2-dirsə, onda burada 2-dir. 2, 2, 2-dir. Bura 2, 2-dir və hündürlüyü isə bir dənə 2-dir. Onda 6 dənə kubu bu formada yapışdıranda belə bir paralelleped əmələ gələcək. Paralelleped.
Burada nəyə fikir verək? Bu paralelipedin uşaqlar uzunluq tili nə qədərdir? 3 dənə 2-ni toplasaq 6-nı verəcək. Uzunluq tili 6-dır. En tili nə qədərdir? 2 dənə 2-ni toplasaq en tili bizə verəcək 4-dür. Hündürlük tili isə uşaqlar 1 dənə 2-dir. Baxın, hündürlük tili 1 dənə 2-dir. Hündürlük tili də 2 sm-dir. Onda bu fiqurun, yəni 6 dənə kubu birləşdirəndə paraleliped əmələ gəlir. Bu paralelipedin tam səthinin sahəsini soruşur. 3 dənə fərqli tili var. A6, B4, C də olsun 2. Tam səthin sahəsi nəyə bərabərdir? 2 vuraq. AB üstə gəl AC üstə gəl BC-yə. Yəni 2 vur. A-nı B-yə vur 24. A-nı C-yə vur 12. B-ni C-yə vur 8-i verəcək. Bununla bu bizə 20-ni verir. 20-ni. 20 üstə 24 gəl 44-ü verəcək. 44-ü 2-yə vuranda 88. Yəni tam səthinin sahəsi olur 88. Bu da oldu uşaqlar 51-ci sualın cavabı. Daha doğrusu 61. 61-ci sualın cavabı olacaq 88. Uşaqlar 62 nə deyir? Tili 3 olan 2 dənə kubu bir-birinə yapışdırmalı şəklə kimi fiqur almışdır. Bu fiqurun tam səthin sahəsi. Bu daha asan olur. Bura 3'dür. 3, 3, 3. Hündürlük tildə 3'dür. 6 beləsidir. 3 beləsidir. Hündürlük tildə 3'dür. 3 dənə fərqli tili 6, 3, 3'dür. ABC'nin qiyməti 6, 3, 3'dürsə tam səthin sayısında. Yəni eynən bu sualın oxşarıdır. Gəlin növbəti suala baxaq. Keçək 63-cü suala. 63-də nə deyir? 63-də deyir ki, ölçüləri 15, 18, 20 olan düzbucaqlı paralelipedində üstü açıq qutu hazırlamaq üçün ən azı nə qədər karton lazımdır? Uşaqlar, üstü açıq qutu nə deməkdir? Yəni bu hissəsi bizə lazım deyil. Üstü açıqdır bunun. Qırmızı ilə qeyd elədiyim hissə açıqdır. Bizə yerdə qalan 1, 2, 3, üzü bir tərəfdə olan 4, bir də oturacaq tili 5. Bizdə 5 dənə üzünün sahələr cəmidir. 5 dənə üzünün sahəsinin cəmini soruşur tab. Nə qədər karton lazımdır? Yəni 5 dənə üzünün sahəsinin cəmini tapsaq elə bizə nə qədər karton lazımdır onun cavabıdır. Yəni 5 üzünün sahələrinin cəmini tap deməkdir bu. Deyir, ən az nə qədər karton lazımdır? Yəni 5 üzünün sahələrinin cəmini tap. Şola paralelipedin hər bir üzü düzbucaqlıdır. Baxın, burada bu hissənin sahəsi nədir? 15 vur 18-dir. Deməli, 15-i 18-də vursaq nəyə verər? Deməli, 0, 4, 12, 15, 270. Onda şola belə təsəvvür edin. Bu üzün sahəsi 270 isə, baxın, bu üzün sahəsi də 270-dir. 270 ilə 270-i toplasaq, burada 270-dir. 270-dir. 2 üzü, sahələri cəmi 270 ilə 270 topla 540 verəcək. Sonra gəl mən bunu silim. Deməli uşaqlar, baxın, bu qara hissənin sahələrinin cəmi 2 dənə 270-dir. 2 dənə 270-i toplayırıq. Sonra uşaqlar 2 dənə üzü tapdıq. Bu bir üzü, bu da ikinci üzü. Üçüncü üzü hansıdır? Hündürlük tili 18-dir. Baxın, bura 20-dirsə, bura 20-dirsə. Bunun bu hissəsində, deməli bu hündürlük tili 18-isə, burada 18-dir. Onda 20-ni 18-ə vuranda hər bir üzü düzbucaqlıdır. Gəlin bunu silək. Gəlin bunu silim uşaqlar. 2 dənə üzünü dedik. Və bir üzü haradır? Baxın, bu hündürlük tili 18 isə, bu hündürlük tili 18-dir. Və biz də bilirik ki, düzbucaqlı paralelipedin hər bir üzü düzbucaqlıdır. Onda uşaqlar 20-ni 18-ə vursaq, bizə verəcək 20-ni 18-ə vur, bizə verir 360-ı. Deməli, üzü bir tərəfdə olan bu hissənin də sahəsi 360-dır. Üstə gəl, üstə gəl. Və bizdə uşaqlar üzü o tərəfdə olan üzü. Üzü o tərəfdə olan üzü hansıdır? Baxın, bu üzü. Və bu üzün də sahəsi 360-dır. Yəni bura 20-dir. 20-ni 18-də vuranda burada 360-dır. Deməli, bu 3-cü üzüdür, bu da 4-cü üzüdür. Yerdə qalıb 5-ci üzü. 5-ci üzü haradır uşaqlar? 5-ci üzü isə oturacaq üzüdür. Yəni sağ-sol üzü dedik, üzü o tərəfdə, üzü bir tərəfdə olan üzündə dedik. Yerdə bir dənə üz qaldı, bu da oturacaq üzü. Oturacaq üzünün sahəsini necə tapırıq? Oturacaq üzü də düzbucaqlı olduğuna görə düzbucaqlının sahəsi nəyə verəcək? 20 vur 15. 20-ni 15-ə vuranda bizə 300-ü verəcək. Yəni uşaqlar 5-ci üzünün sahəsi də 300-dür. Deməli 5 dənə üzünün sahələrini toplasaq bizə o qədər karton lazımdır. 270 ilə 270-i topladıq 540. 360 ilə 360-ı topla 720. Üzərinə gəl 300. Uşaqlar, bu ikisini toplasaq bizə verəcək 1260. Üzərinə də bu 300-ü gəlsək bizə verəcək 1560. Cavab oldu 1560. Uşaqlar, baxın, bu sualın cavabı da oldu 1560. 63-cü cavabını dedik 1560.
63-ün cavabı 1560, bəli. Keçək növbəti suala. Növbəti sual nə deyir? Baxaq 64-ə. 64-də deyir ki, düzbucaqlı paraleliped formalı, üstü açıq su hovuzuna oturacağın tərəfləri 3-6 dərinliyi 2 metr olan olsa, hovuzun daxili səthinin sahəsini tapır. Uşaqlar, eyni sualda baxın. Eyni sualdır. Yenə üstü açıq formada deyir. Baxın, 63 ilə 64 oxşardır. Təsəvvür edin ki, bu eyni şəkli burada 64-ü siz burada təsəvvür edin. Düzbucaqlı paraleliped formalı üstü açıq su hovuzunun. Baxın uşaqlar, yenə baxın belə bir düzbucaqlı paraleliped çəkirsiniz. 64-də üstü açıq su hovuzudur və hovuzun oturacaqların tərəfləri deyək ki, bura 3-dür, bura 6-dır, 6-dır. Və dərinliyi isə uşaqlar, baxın bu dərinlikdir. Dərinliyə deyək ki, 2 metrdir. Hovuzun daxili səthinin sahəsi. Daxili səthinin sahəsi deyəndə uşaqlar, yenə 5 dənə üzünün sahələri cəmini tapırsan. Yəni eyni sualdır. 63 ilə 64 oxşardır. Birinə şəkillə verilir, birinə şəkilsiz. Keçək 65-ə baxaq. Baxaq 65-ə. 65-də nə deyir? 65-ci sualda deyir, düzbucaqlı paralelipedin oturacağın uzunluğuna n-dən 3 dəfə böyük, hündürlüyü isə 2 dəfə kiçiksə, bu paralelipedin həcmi 18 olursa, tam səthinin sahəsini tapın. Şöyle bir dənə paraleliped çəkək. Sərgəli çəkək paralelipedi. Bu bizim paralelipedimizdir. Nə deyir? Bu bizim paralelipedimizdir. Bu təpə nöqtələrdir. Gəlin qırmızı ilə qeyd edək və şərtə baxaq. Düzbucaqlı paralelipedin 65-də. Deyir, düzbucaqlı paralelipedin oturacağının uzunluğu n-dən 3 dəfə böyükdür. Uşaqlar, oturacağın uzunluğu bu n-dən 3 dəfə böyüksə, bura bir x yazsaq, bura yazırıq 3x. Deyir, hündürlüyü isə 2 dəfə kiçikdir. Deməli, oturacağın uzunluğu n-dən 3 dəfə böyükdür. Uzunluq hündürlükdən 2 dəfə kiçikdir. Uşaqlar, bu uzunluq əgər hündürlükdən 2 dəfə kiçiksə, burada olur 6x. Yəni, burada əsas məsələ nədir? Bu birinci söz hər ikisinə aiddir. Baxın, paralelipedin uzunluğu n-dən 3 dəfə böyükdür. N x-dir, uzunluğu oldu 3x. Yəni, uzunluğu n-dən 3 dəfə böyükdür. Hündürlüyündən isə 2 dəfə kiçikdir. Nə hündürlükdən 2 dəfə kiçikdir? Uzunluqdan söhbət edir. Bəli, uzunluq hündürlükdən 2 dəfə kiçikdirsə, deməli, hündürlüyü biz 2-yə böləndə uzunluğu verəcək. Və yaxud uzunluğu 2-yə vursaq, hündürlüyü verəcək. Və bu oldu uşaqlar düzbucaqlı paralelipedin tilləri. Və nə deyir? Bu paralelipedin həcmi 18-dir. Baxın uşaqlar. Bu paralelipedin həcmi 18-dirsə, paralelipedin həcmi nədir? 3 dənə fərqli tilini bir-birinə vururuq. Yəni 3x-i vururuq 1x-a, onu da vururuq 6x-a. 3 dənə bu fərqli tili bir-birinə vurduq. Paralelipedin həcmini verdi. Şərtdə də deyir, paralelipedin həcmi 18-dir. Yəni bərabərdir 18-də. 3-ü 6-ya vur 18, 3 dənə x-i bir-birinə vur x-in kubu, bərabərdir 18-də. 18-i 18-də böləndə 1-i verir. X kubu 1-sə deməli uşaqlar x-in qiyməti 1-dir. Onda aparıb x-in yerinə 1 yazsaq, onda belə çıxır ki, bu paralelipedin 3-ü 1-ə vur 3, eni 1-dir, hündürlükdə 6-nı 1-ə vur 6, hündürlükdə 6-dır. Onda uşaqlar düzbucaqlı paralelipedin 3 dənə fərqli tili, biri 3-dür, 3 dənə fərqli tilinin biri 1-dir, 3 dənə fərqli tilinin biri də 6-dır. A 3, B 1, C də 6-dır. Və bizdən soruşur ki, bunun tam səthinin sahəsini tap. Yəni bu paralelipedin tam səthinin sahəsini tap. Paralelipedin də uşaqlar tam səthinin sahəsi nəyə bərabərdir? 2 vuraq mötərizənin içində AB, üstəgəl AC, üstəgəl BC-yə. Bu toplamadır. Üstəgəl BC. Bu da nəyə bərabərdir? 2 vur. A-nı B-yə vur, 3-ü 1-ə vur 3, A-nı C-yə vur, 3-ü 6-ya vur 18, B-ni C-yə vur, 6-nı 1-ə vur 6. Yəni 2 vuraq, 3 ilə 18-in cəmi 21, 6 da burada 27. Şöyle 2-ni də 27-yə vursaq bizə verəcək 54. Yəni tam səthinin sahəsi olur 54. Demək uşaqlar, bu sualda cavab oldu 54. 65-in cavabı 54'dür. Bu da oldu bizim 65-in sualımız. Deməli 65-in cavabı oldu 54. Baxaq, görək oxşardımı növbəti sual? 66-ya baxaq. 35 dərbi öndürücü. Bəli, bu da eyni sualdır olur. Bu da eyni sualdır. 66-da oxşardır. Deməli bu da oldu ümumi çoxüzlülər və onların səthi və həcmi. 9 sinif toplusunun sonuncu testi. Oldu uşaqlar. Sağ olun, hələlik.